Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nehmeduhu ve neşkuruh, nestağfiruhu ve nesta'inuh, netevesselu aleyh ve netevekkelu ileyh. Vessalatu vesselamu ala seyyidina ve habibina ve tabibina ve şefiina mevlana Ebil Kasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ve summa salat ala itratil mukarrabin ve siyyema bekiyetillah fil aradin. Ve la nuttaim a'daihim ecma'in minel an ila qiyam yevmiddin. Euzubillahimineşşeytanirracim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefqahu qavli. Bugünkü cümə xutbəmiz, cümə mövzumuzun adı məqsədə doğrudur. Bilmək lazımdır ümumiyyətlə məqsəd nədir? Bu sualı vermək lazımdır ilk öncə. İki cür məqsəd var. Birinci məqsəd ilahi yolda olandır. İlahi yolda olan məqsəd. İkinci məqsəd isə şeytani yolda olan. Yəni şeytani yolda olan məqsəddir. İlahi yolda olan məqsəd, yəni etibar ediləcək biri olmaq. İnsanlar tərəfindən zərərsiz kimi tanınmaqdır. İnsanlara qarşı etibarlı olmaq, mehriban olmaq və təmkinli olmaqdır. Bu da müminin ən böyük əlamətlərindən biridir, xüsusiyyətlərindən biridir. Quran-ı Kərimdə Allah özü barəsində buyurur, Əl-Mu'minu. Yəni mənası budur. Mən əminlik verənəm, insanlara əminlik verirəm, amanlıq verirəm. Yəni Allah tamamilə buyurmaq istəyir ki, məndən sənə heç bir ziyan gəlməz, sənə heç bir zərər gəlməz mənim tərəfimdən. Yaxşı, bəs insanlar niyə bu cür Allahdan uzaqlaşırlar? Bu cür əminlik verən, bu cür insanlara təhlükəsizliyi bəxş edən, heç bir zərər ziyan verməyən bir Allahdan necə uzaqlaşa bilərlər? Necə Allahdan uzaq ola bilərlər? Allah deyir ki, mən sənlə özümü sənləşdirirəm. Deyir, amma sən mənlə özümü sizləşdirirsən. Deyir, mən sənlə yaxın olmaq istəyirəm, sənə doğru olmaq istəyirəm, amma deyir, sən məndən uzaqlaşırsan. Məndən kənara çəkilirsən. Bir gün bəzi gənclər gəlir alimdən tövsiyə istəməyə. İndi yaxşıdır ki, bəzi gənclər gəlir alimdən tövsiyə istəməyə. Heç bəziləri dinləmək də istəmir. Uzaq qaçmaq istəyir, uzaq durmaq istəyir. Gəldi, gənclər alimə yaxınlaşdı. Dedi ki, bizə tövsiyə verə bilərsən. Alim baxdı, dedi ki, sizə tövsiyə verəcəm. Amma bu tövsiyəyə əməl eləməyimiz şərtdir. Dedi ki, biz sən tövsiyəvi dinləmək istəyirik, gözləyirik tövsiyəvi. Alim dedi ki, naməhrəmdən uzaq olun. İstər kişi olsun, istər qadın olsun. Təəccüblə baxdılar alimə, dedilər ki, qadını bildik. Bəs kişinin də naməhrəmi olur. Alim dedi ki, əgər Allahla rabitəsi yoxdursa, kişi də sizin üçün naməhrəmdir. Yəni mənası budur. Kişi də olsa fərqi yoxdur. Əgər sən o şəxssən ki, əlaqədə olursan, onun Allahla rabitəsi yoxdur, səni həm Allahdan uzaqlaşdıracaq, həm qeybətə təşviq elətdirəcək, həm səni günah etməyə vasitə olacaq, əməl elətdirəcək, onun üçün ondan uzaq durmalısın. Amma alim burada demək istəmir ki, sən hər kəslə ümumiyyət əlaqəvi kəsməlisən. Bu cür mənada demir. Yəni Yusif kimilərlə, Həzrət Yusif kimilərlə, Yusifin qardaşı kimiləri ayırmalısan. Həzrət Yusuf əleyhissalam kimi səni Allah dəvət edənlərlə, səni pisliklərdən qoruyanlarla və bir də səni pisliyə aparanlarla, səni günaha aparanlarla ayrım eləməlisən. Bunu bilməlisən. Öz daxilində bunu görərək ayırmalısan. Bəzi insanlar var, tez qərar verir. Tanımadan, bilmədən, fikirləşmədən, haqqında məlumatı olmadan, heç ünsiyyət belə qurmadan tez qərar verir. Bir yaxşılıq görən kimi aldanır. Kiçik bir yaxşılıq görən kimi aldanır həmən insana. Ki, qərar da verir, bu yaxşı insandır da, bundan yaxşısı yoxdur. Axırda bir balaca pisliyi görən kimi deyir ki, bütün insanlar da bu cürdür. Bir pisliyin üzündən. Amma heç ümumiyyətlə tanısaydı, biraz zaman versəydi, daha tez qərar verməsəydi, bu cür şey ola bilməzdi. İlahi yolda addımlamaq çətindir. Allahın yolunda məqsəd qoyursansa, hədəf seçirsənsə, bu yolda addımlamaq biraz çətindir. Amma bu məqsəddə nə qədər dözümlü olsan, o qədər uzalacaqsan. Bu yolun bu cür hikməti var, qaydası var. Həzrət Yusuf Peyğəmbər bu qədər çətinliyə dözdü, bu qədər əzabı dözdü, amma ucaldı. Allah onu ucaltdı. Quyudan çıxartdı, gətirdi, Misrin vəziri elədi. İnsanların gözündə daha da ucaldı, daha da sevildi. Çünki məqsədi yalnız ilahi yolu idi. Yalnız özünü Allaha təslim vermişdi.
Bəs qardaşlar necə oldu? Qardaşları şeytani yol tutdu. Şeytanın dəvət elədiyi yol tutdu. Onun yolunu tutdular, ömrləri pis oldu. Ömrlərin hamısı zay oldu. İstəyirəm mən çətinliklər üçün sizə bir zikir deyim. Bu zikir Quran ayəsidir. Baxın, çox gözəl bir zikirdir. Əgər bu zikri eləsəz, hər bir çətinliklə qarşılaşanda, dar vəziyyətə düşəndə, əgər bu zikir desəz tez-tez, Allah sizə yardım edəcək, kömək eləyəcək. Hansı zikirdir? Həsbiyallahu la ilahə illə huvə aleyhi təvəkkəltu. Görün, nə qədər gözəl bir ayədir. Mənə Allah yetər, ondan başqa heç bir ilah yoxdur. Mən ona təvəkkül eləmişəm. Bütün hər bir şeyimə ona təvəkkül eləmişəm. Həsbiyallah, Allah mənə bəsdir. La ilahə illə huvə. Ondan başqa heç bir Allah yoxdur. Təvəkkəltu. Mən ona təvəkkül eləmişəm. Əleyhi təvəkkəltu. Mən bütün işlərimi təvəkkül eləmişəm Allaha. Sən bir işi Allah təvəkkül eləmişsən, narahat olma. Təməlində onun Allah varsa, Allah onu həll eləyəcək. Sənə köməkçi olacaq. Hədisdə dediyim kimi buyurur. Əgər insan çətinliyə düşəndə, dara düşəndə bu ayəni zikr eləsə, ondan sonra nicat tapar. Allah ona kömək göstərir. Bizim ən böyük məqsədimizdə olan problemlərdən biri, ilahi yolda olan məqsədimizdə, problemlərimizdən biri də Allahı gec tapmaqdır. Bəzilərimiz Allahı son çarə kimi görür, amma son çarə Allah deyil. Tək çarə Allahdır. Bunu bilmək lazımdır. Bunu özümüzdə öyrətmək lazımdır. Bəzi insanlar biraz problemə düşən kimi birinci dostun qapısını döyür, o biri dosta zəng eləyir. Ondan kömək istəyir, bundan kömək istəyir. Axırda gəlir Allaha deyir ki, gördüyündə də heç kim mənə kömək eləmədi. Sən gəlmişəm, sən qapıya gəlmişəm. Amma bunu bilməliydi. Son çarə Allah deyil, tək çarə Allahdır. Sən sadəcə Allahın qapısına gec gəldin. Vaxtında gəlib o qapını döymədin. Sən Allahı son çarə kimi düşündün. Amma Allah son çarə deyil, tək çarədir. Hür şeytani yoldan bir anda keçsi ilahi yolu. Şeytani yoldaydı. Ömər ibn Sədin qoşunundaydı, şeytan dəstəsindeydi. Bir anda şeytani yoldan keçsi ilahi yolu. Tamamilə dəyişdi özün. Necə dəyişdi? Çünki ayılmaq istədi, ayıldı. Görmək istədi, gördü və bacardı. Qarşısına məqsəd qoydu. Məqsədi qoyandan sonra hədəfi təyin etdi. Hədəfi seçdi, ilahi yol hədəfini seçdi özündə. Ayılmaq istədi, özünü ayıltdı və bunu da bacardı. Bəzi insanların başlarına bir şey gələn kimi həmən dəqiqə ruhdan düşürlər. Həmən an özlərini ruhdan salırlar. Hər şey məhv oldu, qurtardı, getdi. Bitdi day hər şey. Bir şey başına gələn kimi kiçik bir problem və yaxud da böyük bir problem olsun. Başlarına bir şey gələn kimi hər şey bitirirlər. Hər bir şeydən əl çəkirlər. Məgər hər şeyi sənə bəxşəyən özünsən, yoxsa Allahdır? Sənə hər şey bəxşəyən özün deyilsən ki, hər şeyi bitirəsən, hər şey bitdi deyəsən. Hər şey sənə bəxşəyən Allahın özüdür. Sən sadəcə özünü aldadırsan. Və özünü aldadandan sonra buna inanmağa başlayırsan. Hər şeyin bitdiyinə inanmağa başlayırsan. Bu cür şeyi aldatma özünü. İnandırma buna özünü. Qalx təkrar. Problem də olsa, dərd də olsa, çətinlik də olsa, təkrar qalx. Məqsəd qoy qarşıva, yerinə yetir. Ya Allah, bismillah. De başla. Əleyhi təvəkkəldə. Təvəkkül ilə başla. Bizim Peyğəmbərimizin başına gələn müsibətlər qalmadı. 23 il ərzində yaşamadığı müsibətlər qalmadı. Çox böyük bir müsibətlər başına gəldi Peyğəmbərimizin. Amma Peyğəmbər məqsədindən dönmədi. Allah yolunda, ilahi yolda olan məqsəddən əl çəkmədi. Axırda gəldi oldu Həbibullah. Allahın sevimlisi oldu. İbrahim oda atıldı. Odun içinə atdılar, amma yenə də tutduğu hədəfdən dönmədi, oldu Xəlilullah. Allahın dostu oldu. Həzrəti Musa öz qövmünə dözdü, bütün çətinliklər dözdü, gəldi oldu Kəlimullah. Allahla danışan, ünsiyyətdə olan Peyğəmbər. Yaxşı, İsa oldu Ruhullah. Həzrəti Nuh əleyhissalam 950 il təbliğat elədi, təbliğat göstərdi. 950 il içərisində barmaq say insan gəldi, Nuh'a iman gətirdi. Amma bu qədər çətinliyə baxmayaraq Həzrəti Nuh yenə də Allaha olan hədəfindən, məqsədindən dönmədi, oldu Nəciyullah. Mənası deyim sizə nədir? Allaha nicat verdiyi şəxs. Çünki məqsəd qoyub qarşısına, məqsəddə də ilahi bir yol varsa, hədəf varsa məqsəddən dönmək olmaz ki. Allah sənə öz kəramətini göstərəcək, kəramətləşdirəcək sənə Allah. Amma bəzi peyğəmbərlər var, Allahdan önə keçmək istədi. Bilirsiniz, peyğəmbərdir. Həzrət Yunus peyğəmbər öz qövmünə təbliğata getdi. Öz qövmünə təbliğat eləyəndə o çətinliklərə dözə bilmədi. Allahdan icazəsiz qövmünü tərk etmək istədi. Qövmünü tərk edəndən sonra gəldi bir gəmiyə daxil oldu. Gəmidə olanları və Yunus peyğəmbər Allah imtahanı çəkdi.
İmtahana çəkəndən sonra gəmidəkilər belə dedi. Dedi ki, bizlərdən kiminsə ayağı biraz düşərsizdir. Biraz bədəyaqdır, bu cür desək. İndi piş atmaq lazımdır ki, həmən şəxsin kim olduğunu belə piş atdılar. Həmən piş gəldi, düşdü Həzrət Yunusa. Yunus bilirsiniz Allah'a nə dedi? Dedi ki, ilahi hər şey bilən sənsən. Nə varsa elə səndəndir. Bunu dedi, özünü atdı dənizə. Dənizə atan kimi bilirsiniz də balıq gəldi, Həzrət Yunusu utdu, öz daxilinə aldı. Bir müddətdən sonra Həzrət Yunus bu zikir dedi Allaha. Hansı zikirdir o? Buyur ki, La ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin. Allahım, səndən başqa heç bir ilah yoxdur, sən pak və müləzzəhsən, mən özümə zülm edənlərdən olmuşam, mən özümə zülm eləmişəm. Arada olan fərqə baxın, bəzi peyğəmbərlər deyir ki, təvəkkəltu, mən sənə təvəkkül eləmişəm, əleyhə təvəkkəltu, mən bütün işlərimi sənə təvəkkül eləmişəm, bütün çətinlikləri dözürəm. Tutduğum bu ilahi məqsəddə heç nə məni dəyişdirə bilməz. Bəzi peyğəmbər var ki, deyir, inni kuntu minəz zalim, mən özümə zülm eləmişəm. Bax, arada olan fərq budur. İndi sən gör hansındansan, əleyhə təvəkkəltu, öz məqsədində, hədəfində Allaha təvəkkül eləmişsən, yoxsa müəyyən vaxtdan sonra inni kuntu minəz zalimin olacaqsan, özünə zülm eləyənlərdən mi olacaqsan? Onun üçün düşmək lazım deyil. Qoyduğun hədəf ki var, məqsəd ki var, ondan dəyişmək lazım deyil. O hədəfdən çıxmaq lazım deyil. Sabit qədəm olmaq lazımdır. Və bu məqsəddə, bu hədəfdə, bu yolda irəlilədikcə, addımladıqca Allaha yaxınlaşmalısan, Əhl-i-Beytə yaxınlaşmalısan. Bunlarsız mümkün deyil, Əhl-i-Beytsiz mümkün deyil. Bu məqsəddə, hədəfdə Allaha yaxınlaşasan. Mütləq ki, Əhl-i-Beytin buyurduğu şəkildə Allaha yaxınlaşmalısan. İmam Səccad əleyhissalamın duasına baxın, görün nə qədər gözəl bir duadır. İlahi, bizim günah edib, cəmaatdan gizlədib, səndən gizlətməməyimiz, sənin görməməyin və ya bizim sənin görmədiyini düşündüyümüzə görə deyil. Yəni, biz ki, günah eləyirik, cəmaatdan ki, bu günahları gizlədirik, eybləri gizlədirik. Amma səndən ki, bu günah etdi də gizlətmirik, bu o demək deyil ki, sənin görməməyinə və yaxud da biz elə bilirik ki, sən görmürsən, bu mənada deyil. Biz bu mənada etmirik. Biz günahlarımızı cəmaatdan ona görə gizlədirik ki, bizi rüsvay edib avrımızı, həyamızı aparacaqlar, qoruya bilməyəcəklər. Amma sən öz əzəmət və böyüklüyünlə eyblərimizi görür və gizli saxlayırsan. Çünki sən bizimlə səttar sifətinlə danışırsan. Bu cür danışırsan bizimlə, eyblərimizi örtürsən, eyblərimizi örtməyimizə baxmayaraq bu sifətinlə bizimlə rəftar edirsən. Baxın, İmam Səccaddan Allaha duasını görün, Allah nə qədər gözəl tanıyır. Əgər bir bəndə bu cür təfəkkürlə, bu cür düşüncə ilə Allaha yaxınlaşsa, onun tövbə etmə şansı var. Allah ona tövbə etmə fürsəti verəcək. Məsumlar bizə göstərir necə bu yolda Allaha yaxınlaşmaq lazımdır. Bu məqsəddə, bu hədəfdə Allaha necə yaxınlaşmaq lazımdır. Maraqlı bir hadisə deyim mən sizə. Peyğəmbərin döyüşlərinin biri idi, müharibələrinin biri idi. Döyüş zamanı Peyğəmbər biraz kənara çəkildi. Kənara çəkiləndə düşmən ordusunun bir nəfəri Peyğəmbəri izləyirdi. Gördü ki, Peyğəmbər çəkildi kənara. Həmən düşmən əlində qılıncla gəldi Peyğəmbərin üzərinə. Peyğəmbərimiz də həmin anda qılıncsız idi. Gəldi, yaxınlaşdı Peyğəmbərə, baxdı. Dedi ki, mən yənfəzuc. Dedi ki, səni mənim əlimdən kim alacaq? Peyğəmbərə sual verdi. Peyğəmbər baxdı həmən düşmənə. O qədər qəlbən, ixlasla buyurdu ki, Allah. Bir kəlmə bunu dedi. Dedi ki, məni sənin əlindən Allah alacaq. Bilirsiniz də, Əhl-i-Beytin qarşı tərəfin daxilinə təsiri var. Daxili təsiri var. Peyğəmbər bunu deyən kimi düşmən əlinə qılınc düşdü yerə. Qılınc düşmən əlindən yerə düşən kimi Peyğəmbər baxdı, gülümsədi, sual verdi. Dedi, Əl-am mən yənfəzuc. Dedi ki, indi səni mənim əlimdən kim alacaq? Kim qutaracaq səni mənim əlimdən? Düşmən baxdı Peyğəmbərə. Baxdı, dedi ki, kərəmuk. Dedi ki, sənin əlindən, məni sənin kələmin alacaq. Sənin səxavətin alacaq. Sənin Peyğəmbərin alacaq, insanlığın alacaq. Düşmən bir anda fikirləşdi, məqsəd qoydu qarşısına. Məqsəd qoyandan sonra hədəf təyinlədi. Hədəf təyin eləyəndən sonra artıq təslim oldu. Hədəfi üzərində təslim oldu. Məqsədini doğru hədəf seçdi. Peyğəmbər də onu bağışladı, əhv elədi. Suala yerində cavab. Həmin anda məqsəd. Və kərəmuk. Sənin kərəmi məni sənin əlindən alacaq, qurtaracaq, xilas edəcək. Bu məqsəd üzərində sabit qaldı. Axırda nə oldu? Peyğəmbər həmən şəxsi bağışladı, əhv elədi. Əziz bacı qardaşlarım, diqqətli olun. Çox diqqətli olmaq lazımdır. Bir anda gözləmədiyimiz anda hədəf seçməli olarıq. Məqsəd seçməli olarıq.
Bunu da həmən anda məqsədi doğru seçmək üçün doğru intizamla yaşamaq lazımdır. Doğru hədəflərlə yaşamaq lazımdır. Amma bəzi insanlar var, namaz da qılsa, ibadət də eləsə, nə iş görsə, nə məqsədi var, nə hədəfi var. Heç bir şey yoxdur. Heç bir şey yoxdur. Elə ancaq zənn edir ki, hər bir şey namaz qılmaqlandır. Məqsədi doğru deyil. Bir nəfər vardı, 53 il Məkkəyə gedib gəldi İmam Zamanı görmək üçün. 53 il getdi Məkkəyə döndü, niyyət də qoymuş ki, İmam Zamanı görməkdir. Bu cür nəqliliklər 53-cü il idi, gəldi Məkkəyə, həcc evinin qarşısında idi. Dizlərin yerə atmışdı, İmam Zamanı görmək istəyirdi. Həmin anda görür ki, bir nəfər gəldi, əlini qoydu həmən şəxsin çiyninə. Deyib, başını qaldırdı, baxdı həmən şəxsə, dedi ki, gəl. 53 ildə bura gəlirsən İmam Zamanı görmək üçün, vaxt tam oldu. Bu qismət sən oldu. Düş mənim ardımca. Həmən şəxs qalxdı ayağa, dəvəsini götürdü, düşdü bu bir nəfərin ardınca, gəldilər bir məntəqəyə çatdılar. Özü danışır, elə bir məntəqəyə gəlib çatmışdıq ki, 53 ildir mən bu yoldan keçib Məkkəyə gəlirəm, həcc evini ziyarət edirəm, amma heç vaxtı mən bu anı görməmişdim, bu məntəqəni burada görməmişdim. Gəldilər, yaxınlaşdılar, məntəqəyə çatanda həmən şəxs baxdı, İmam Zamanı görmək istəyənə, dedi ki, dəvədən düş, zamanı imamın huzuruna gəlirsən, ədəb, əxlaq olsun səndə. İmamın huzurunda bu cür dəvənin daxil olmaq olmaz ki, dəvədən en yerə. Həmən şəxs dəvədən endi yerə, enən kimi baxdı, dedi ki, bəs mən bu dəvəni hara bağlayayım? Dəvəni harada saxlayayım? Dedi, bax, bu dəvəyə görə sən 53 il İmam Zamanı görüşə bilmirsən. İmam Zamanı görməyə gəlmirsən, zamanəni imamını görməyə layiq olmuşsan, bu fürsət sənə gəlib düşüb, dəvənin dərdini çəkirsən. Ki, mən bu dəvəni hara bağlayayım? 53 ili məqsədi düzdür, amma hədəfi səhvdir. Məqsəd qoyub ki, İmam Zamanı görəcəm. Yaxşı, burası işimiz yoxdur. Amma hədəfi səhvdir. Necə görmək istəyirsən İmam Zamanı? Nələrdən keçəcəksən İmam Zamanı üçün? Nələri qurban edəcəksən İmam Zamanı üçün? Bəzi insanlar var, amma imamı görməyə nəsib olmadığı halda nəinki imamından, övladından belə keçir imam yolunda. Bir hadisən deyim, mən sizə bir nəfər başqa ölkədən maşınla gəlmişdi Kərbalaya. Onda Kərbala maşına gedib gəlmək olurdu başqa ölkələrdən. Gəlmişdi Kərbəlaya maşını ilə. Gəldi maşına gəldi, Kərbalaya çatdı. Maşının arxa-arxaya verəndə bilmədən arxadan bir uşaq çıxdı. Maşın dəydi, həmin uşaq dünyasını dəyişdi. Uşaq əzildi, öldü. Uşaq əzilib ölən kimi uşağın atası evdən çıxdı bayırı. Tez uşağını götürdü qucağına. Gəldi evə girəndə hər kəs ağlayırdı. Evdəkilər hamısı pərişan olmuşdu. Atası baxdı evdəkilər dedi ki, sakit durun, çox da ağlamayın. Qonaq gəlib Kərbalaya, qəribdir, özün günahkar hiss eləməzsin. Bu övladımız İmam Hüseyin yolunda artıq şəhadətə qovuşdu. Gör necə səxavətlidir, gör necə məqsəd seçib, gör necə hədəfi doğru seçib, imam yolunda ləyaqət toplayıb, heç imamı görmədiyi halda. Sakit durun, insanları təşvişə salmayın, qonağı da narahat eləməyin, özün günahkar hiss eləməsin. Çünki Kərbalda qonaqdır, İmam Hüseynin qonağıdır. Bu övladımız İmam Hüseyin yolunda şəhadətə qovuşdu. O bir nəfər ki vardı, gəldi İmam Sadiqə sual verdi, son sözlərimdir, son cümlələrimdir. Gəldi İmam Sadiqə sual verdi, dedi ki, Yevnə Rasulullah, dedi, bəli. Dedi, necə olur ki, Kərbəlada döyüşənlər, İmam Hüseynin ətrafında döyüşənlər o qədər qılınc zərbəsi aldı, yara zərbəsi aldı, neyzə zərbəsi aldı, amma bir dəfə də olsun şikayətlənmədilər. Heç biri bir dəfə də olsun şikayət eləmədi. İmam Sadiq baxdı sahabəyə, dedi ki, Həzrət Yusuf'un misalını bilirsən? Dedi ki, hansı misalını? Dedi ki, o an idi ki, Züleyxa bütün gözəl qadınların hamısını bir saraya cəm eləmişdi. Bir saraya cəm eləyəndə bu cür bir plan qurmuşdu. Bütün meyvəni kəsən bıçaqların hamısı çox eti olacaqdı, kəskin olacaqdı bıçaqların hamısı. Həzrət Yusuf içəri girəndə xanımlar hamısı Yusufun gözəlliyinə baxdı, Yusufun gözəlliyinə aşiq oldular. Meyvəni əllərində kəsəndə bıçaq əllərini kəsdi meyvə əvəzinə, amma onun acısını hiss eləmədilər. Çünki yalnız Yusufu görürdülər. Kərbalada İmam Hüseyindir, ətrafında olan insanların hamısı İmam Hüseyini görürdü. Ona aşiq olmuşdu. Onu sevirdilər. Onu sevənlər də Allahı sevirdi, yalnız Allahı görürdülər. Hüseyni görmək, yəni Allahı görmək, onu sevməkdir. Çünki İmam Hüseyin Allaha gedən bir yoldur. İnsanları Allaha dəvət edən bir yoldur. İnsanları həqiqi məqsədi doğru atdıracaq bir yoldur İmam Hüseynin yolu. Bax, ona görə heç bir kəs bir dəfə də olsun şikayətlənmirdi, öz halına şikayətlənmirdi. Çünki hədəfləri bir idi, məqsədləri bir idi, yolları bir idi, Allaha qovuşmaq idi.
həqiqi eşqə qovuşmaq idi. Həqiqi vüsala qovuşmaq idi. Və qovuşdular da. İmam Hüseynin yolunda olmaq, bu cür bir məqsəddə olmaq, bu cür bir hədəfdə olmaq səni Allaha qovuşdurur. Sadəcə bir şey var, sən məqsəd və hədəfi doğru seçməlisən. Bunu ikisini bir arada birləşdirdinsə, hər şey sənin üçün yaxşı olacaq.